Fikir verin, İmam Əhməd rahimehullah nə deyir? Deyir ki, وَلَا نَشْهَدَ عَلَى أَحَدٍ مِنْ أَهْلِ الْقِبْلَةِ Biz qiblə əhlindən heç kəsin cənnətlik və cəhənnəmlik olduğuna şəhadət vermirik. Bu qeyd nə üçündür? Min əhlil qiblə. Çünki qiblə əhlindən olmayan kəs barədə onun cənnətlik və cəhənnəmlik olmasına dair şahidlik etmək olar ya olmaz. Bu ixtilaflıdır. Hətta əhl-sünnə alimləri arasında bu ixtilaflıdır. Yəni ixtilaf budur ki, bir insan qiblə əhli deyil. Yəni müsəlman deyil. Müsəlman olmayan kəsin təbii ki, cənnətlik olduğuna şəhadət verilməz. Lakin müsəlman olmayan kəsin cəhənnəmlik olduğuna hökm verilə bilər, bilməz. Bəzi alimlər deyiblər ki, hətta bu müsəlman olmayan kəslərə də aiddir bu qayda. Lakin doğru olan budur ki, və əhl-i sünnənin əksər əqidə mətinlərində, kitablarında qeyd edilən qayda budur ki, bu qiblə əhlinə xasdır. Ona görə İmam Əhməd rahimehullah bunu qeyd edir. وَلَا نَشْهَدَ عَلَى أَحَدٍ مِنْ أَهْلِ الْقِبْلَةِ Söhbət kimdən gedir? Yəni bu qayda kimə aiddir? Qiblə əhlinə. Kafirlərə aid deyil. Yəni kafir barədə bu cür şahidlik etmək olar ki, o cəhənnəm əhlidir. Təbii ki, o halı ilə ölsə, yəni o halı ilə ölübsə, insan şahidlik edə bilər ki, o cəhənnəm əhlidir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Heythumə mərartə bi qabri kafir fəbəşşirhu bin nar. Harda bir kafirin qəbrinin yanından keçsən, onu cəhənnəm ilə müjdələ. Bu, insan barədə təyinlə onun axirətinə hökm verməkdir ya yox. Hədis də səhihdir. Harda olursansa ol, bir kafirin qəbrinin yanından keçəndə fəbəşşirhu bin nar. Onu cəhənnəmlə müjdələ.